Yaxın Şərqdə baş verən hadisələr fonunda Brent markalı neftin bir barelinin qiyməti 10% artaraq $80 yüksəlib. Analitiklər hesab edirlər ki, qiymət $100 da keçə bilər. Halbuki cümə günü bir barel $73 idi. Qeyd edək ki, dünya üzrə tədarük olunan neftin 20%-i Hörmüz boğazı vasitəsilə daşınır. Qızılın qiyməti isə son bir ayın ən yüksək səviyyəsinə çatıb. ABŞ prezidenti Donald Trump Yaxın Şərqdə münaqişənin növbəti 4 həftə davam edə biləcəyini bəyan etdikdən sonra yaranan qeyri-müəyyənlik Asiya birjalarında səhmlərin ucuzlaşmasına səbəb olub. Yaponiyada səhmlər və yen dəyər itirib. Buna qarşılıq olaraq dövlət istiqrazlarının qiyməti artıb. Nikkei indeksi bugün 874 bənd geriləyib. Hong Kong birja indeksi 2% azalıb. Çin birja indeksi isə hələlik sabit qalıb. Ərəb ölkələr və İsrail istiqamətində Tbilisi və Batumidən 16 aviareys ləğv edilib. TAV Georgia'nın məlumatına görə Tbilisidən Təl-Əviv, Şarja, Dubay, Əbu-Dabi, Doha və Küveyt istiqamətlərində uçuşlar həyata keçirilməyib. Batumi Beynəlxalq Hava Limanında isə Təl-Əviv istiqamətində 4 reys ləğv olunub. Reyslərin bərpası Yaxın Şərqdə baş verən hadisələrdən asılıdır. Gürcüstanın baş naziri İrakli Qobaxidze telefonla Birləşmiş Ərəb Əmirlikləri prezidenti ilə danışıb. O bildirib, regionda son vaxtlar baş verən hadisələr fonunda səmimi həmrəyliyimi ifadə etdim və ümidvar olduğumu bildirdim ki, uzun müddətli sülh bərqərar olacaq. Həmçinin Gürcüstan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud olan xüsusi dostluğu yüksək qiymətləndirdiyimizi qeyd etdim və güclü artan tərəfdaşlığımızı bir daha təsdiqlədim. Amerika Birləşmiş Ştatlarında Gürcüstan parlament nümayəndə heyətinin səfəri başlayır. Deputatlar Suveren Millətlər Alyansının ilk sammitində iştirak edəcəklər. Planlaşdırılan strateji dialoq çərçivəsində əməkdaşlıq və münasibətlərin dərinləşdirilməsi müzakirə olunacaq. Sammit Amerikalı mühafizəkar fəal Charlie Kirk tərəfindən təsis edilmiş təşkilat tərəfindən təşkil olunub. Nümayəndə heyətinə parlament çoxluğunun üzvləri Nikolos Samxaradze, Maryam Laşxili Qaşardava və xalqın gücünün üzvü Eka Sepaşvili daxildir. Gürcü tərəfi həm konqresdə, həm də icra hakimiyyəti nümayəndələri ilə görüşlər keçirəcək. Siyasi spektr Böyük Britaniyanın İMEDİ və Post TV telekanallarına sanksiya tətbiq etməsinin səbəblərini müzakirə edir. Müxalifətin fikrincə telekanallar Rus təbliğatı yayır və sanksiyalar əsaslıdır. Gürcü Arzusu partiyasında isə bildirirlər ki, Böyük Britaniyanın bu qərarı üçün indiyədək obyektiv əsas təqdim olunmayıb və bu addım media azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilir. Külli miqdarda rüşvət alma və vermə faktı üzrə Maliyyə Nazirliyinin istintaq xidməti 3 nəfəri saxlayıb. Onların arasında Tbilisi Bələdiyyəsinin Samqori rayon icra hakimiyyətinin büdcə, maliyyə və satın almalar şöbəsinin baş mütəxəssisi də var. Rüşvət almağı kömək faktı üzrə bir vətəndaş, rüşvət vermə faktı üzrə isə Tbilisidə fəaliyyət göstərən şirkətlərdən birinin nümayəndəsi saxlanılıb. Cinayət 7 ildən 11 illədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Saçxerədə Dövlət Meşə Fondu ərazisində qanunsuz ağac kəsmi faktı aşkarlanıb. Qanun pozucusu qırmızı kitaba daxil edilmiş şabalıt növündən 4 kub metrə qədər tikinti materialı üçün yararlı oduncaq qanunsuz əldə edib. Ətraf mühitə vurulan zərər 4000 lari təşkil edir. Materiallar növbəti reaksiya üçün aidiyyəti istintaq orqanına göndərilib. Mühafizə olunan ərazilər agentliyinin reyincerlərinin əmək haqqı 40% artırılıb. Agentliyin məlumatına görə reyincerlər hər gün təbii irsin qorunmasını təmin edirlər və qurum gələcəkdə də onların peşəkar inkişafı və iş şəraitinin yaxşılaşdırılması istiqamətində işi davam etdirəcək.
Gürcüstan-Danimarka basketbol oyunu bugün keçiriləcək. Bu dünya çempionatının seçmə mərhələsinin 4-cü oyunudur. Qələbə qazanılacağı halda yığmamız növbəti mərhələyə vəsiqə əldə edəcək. Əvvəlki görüşdə Gürcüstan Danimarkanı 89-71 hesabı ilə məğlub edib. Oyun Tbilisi arenada saat 20:50-də başlayacaq. Birbaşa yayımı Gürcüstanın ictimai yayımçısı və 1-ci Kanal Sport təqdim edəcək. Narkotik cinayəti ilə bağlı daha 5 nəfər saxlanılıb. Onlar xüsusilə küllü miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaratmaqda ittiham olunurlar. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Şəxsi axtarış avtomobillərə və yaşayış evlərinə baxış, həmçinin istintaq eksperimenti zamanı onların göstərdiyi yerlərdən satış üçün nəzərdə tutulmuş küllü miqdarda narkotik vasitələr, metadon, opium, marixuana və psixotrop maddə ketamin aşkar edilərək götürülüb. Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.